Yeni videodan herkese salam. Keçən səfərki videonu yəqin izləmisiniz. Keçən səfər demişdim ki, mənim gəldiyim olan viza növü olan Work and Travel haqqında sizə geniş bir məlumat verməyə çalışacağam. Bu arada burada nə qədər milçək var hə. Bir dənə futbol sahasındayım. Burada qəşəng kiçik də olsa bir park var. Zaten mənim yaşadığım kənd çox kiçik idi, amma parkı da yenə də öz yerində. Sumqayıtda yox deyə belə düzəməlli park. Deməli linçləyəcəklər ki, Heydər Park, göyərçin zat. Nəysə. Hal-hazırda kompüterim də burada. Özümə notlar almışam. Bugün sizə Work and Travel nədir, başıma mənim gələnlər, sizə verəcəyim tövsiyələr, pul barəsində, qazancım, sizin qazanacağınız və s. və ilax. Yəni, orada da heç nə qalmayacaq. Öz qazancımı belə deyəcəm. Bu artıq mənim 3-cü həftəmdir burada. Mayın 26-sı səhv eləmirəmsə, 26-25 falan bura gəldim. Sonra işə başladım falan. Artıq 2 həftəlik maaşımı almışam. Birazdan yəqin ki yerimi dəyişəcəm. Burada çox milçək var. Dişdəy oldum. Bilmirəm görürsüz ya yox. Meşəyə getmişdim. Burada milçəklər dişləyib hələ də izi qalıb. Elə sprey sıxırlar üstlərinə burada. Bir dəfə məni sıxdılar, heç necə təsir eləmədi. Amma bir dəfə sıxmadan çıxdım, sözü çıxdı. İndi də sıxmamışam. Yoxumdur. Yəni hər nəysə, videomuza qayıdaq. Məni Instagramdan izləyin bu arada. Instagramdan həqiqətən izləməyi unutmayın və 1000 abunəyə, bilmirəm bu video bundan əvvəlki video vasitəsilə çatmışıqsa möhtəşəm olub. Amma çatmamışıqsa abunə olmağı unutmayın ki, daha davamlı sizə faydalı olacaq videolar çəkim. Çünki Amerika ilə bağlı YouTube-da çəkənlər var idi. Mahir olsun, Rövşən olsun və digər bildiyim, bilmədiyim insanlar olsun. Amma hal-hazırda o qədər mən bildiyim yoxdur yəni. Amma mən sizə bacardığım qədər məlumat verməyə çalışıram. Instagramdan da mənə yaza bilərsiniz. Mən sizə bacardığım qədər yenə də sizə lazım olan məlumatları verməyə çalışacağam. Keçək videoya. Deməli, Work and Travel nədir? Kimlər qoşula bilər? Work and Travel sizin yayda 3-4 aylıq gəlib, burada işləyib pulunuzu qazanıb, hökumətin şərait yaratdığı bir proqramdır. Bu vizanın adı Yeyvan adlanır. Ekranda da yazacağam. Təsəvvür edin, videonun yarısına qədər gəlmişəm. Sonra baxdım ki, bayaq arxadakı otluqdaydım. Sonra baxdım ki, yazılıb ki, yeriniz bitib, bayaqdan da videolar, başqa videoları falan silməyə çalışdım. Sən videonun yarısına qədər gəlmişəm ha. Neysə, deməli kimlər qoşula bilər? Əgər sizin yaşınız 30-dan aşağıdırsa və siz bakalavr, magistr, doktorantura pilləsində oxuyan bir əyani tələbəsinizsə, proqrama qoşula bilərsiniz. Əgər qiyabi oxuyursunuzsa və ya kollec oxuyursunuzsa, qoşula bilməzsiniz. Fərqi yoxdur. Dünyanın hər hansı bir ölkəsində dediyim şərtlərə uyğun şəkildə universitet oxumağa məcbursunuz bu proqrama qoşula bilmək üçün. Və sizin bu proqrama qoşularkən çalışmalısınız ki, maksimum dərəcədə sizin ortalamanız, akademik ortalamanız 80-in üzərində olsun. Siz bunu əgər birinci kursusda bilmirsinizsə, dekanlıqdan öyrənə bilərsiniz, Starstarzda deyə bilərsiniz, ondan öyrənə bilərsiniz, və ya tutorunuz olur sizin, onlardan öyrənə bilərsiniz. Və videonun ortasında yadıma düşür mənim özümü tanıtmaq. Mən Nahid, kanaldan görəcəyiniz üzrə 21 yaşım var, UNIC-də oxuyuram mən, 4-cü kurs tələbəsiyəm, bitirirəm bu il. Və mən sizə niyə tövsiyə edirəm 80+ ortalamanı? 80+ ortalama o deməkdir ki, siz Azərbaycanda vizaya girib rahatlıqla vizanızı ala bilərsiniz. Bəli, Azərbaycan. Fərqli ölkələrdə də girmək olur. Buna görə deyirəm. Fərqli ölkələrdə girmək sizə xərcləri çoxaldır. Bunu sizə tövsiyə eləmirəm. Ona görə maksimum dərəcədə ortalamanızı yuxarı saxlayın. Bəs ortalaması aşağı olanlar ala bilməzmi? Təbii ki də ala bilər. Keçən il mən 75 ortalama ilə almışdım. Bu il neçə ortalama ilə aldım? 68 ortalama ilə aldım bu il. Baxır indi sizin analiz eləmə bacarığınıza. Müxtəlif qruplar var Telegramda. Vat Azərbaycan qrupu var. İlk öncə ora girin. Ondan sonra oradan məlumat almağa çalışın. Axtarın, araşdırın. Fərqli qruplar çıxacaq qarşınıza. Fərqli Qazaxıstan, Rusiya, Türkiyə, Azərbaycanın fərqli qrupları, çoxlu qruplar var. Oralardan öz profilinizə uyğun hansı ölkədə viza reytləri yüksəkdir. Bunu özünüzdə analiz edib bir database çıxardın özünüz üçün. Mən belə eləmişdim. Mən analiz elədim. 4-cü kursam. Hansı ölkə 4-cü kursları kəsir? Bu ölkələrin başını bıraq. Mənim ortalamam bu qədərdir. Hansı ölkə ortalamaya baxır? Bununla başını bıraq. Axırda hansılar qaldı? Əlimə onlara baxdım. Məsələn, deyək ki, artıq 200 dənə ölkə var. Bəziləri sənə vizasızdır. Vizasız olanı seçəcəksən. Gedib Avropanı seçməyəcəksən. Yəni yalandan gəzim nə bilim nə. O qədər zaten xərc çəkirsən. İş də oldu, getdin kəsildin. Boş-boşuna o boyda xərci nə mənası var da? Yəni bu Amerikada deyilsən ki, deyək ki, pulun var, özünü təsəvvür edəsən ki, əgər bu ölkə gəzmiş oldum. Əgər həqiqətən ailəmin pulu varsa, özümün pulum varsa, deyə biləcəksənsə ki, heç nə olmazdı, getdim, gəzdim. Okeydir. Amma ümumiyyətlə mən maksimum dərəcədə sizə tövsiyə edirəm ki, ortalamanızı yuxarı saxlayın, Azərbaycanda vizaya girin. Bu sizin viza alma reytinizi yüksəldəcək. Nə qədər pul çıxır? Əgər Azərbaycanda vizaya girirsinizsə, 5000 manata qədər basic olaraq pul çıxır. Əlavə xərcləri özünüz bilərsiniz.
bilərsiniz. Yəni şirkətə verəcəyiniz pul, daha sonra sizin Amerikaya tək yön biletiniz, vizaya girmək üçün viza rüsumunuz, sənəd üstündə də bəzi pullar çıxa bilər. Yəni ümumi hesablayanda 5000 manata qədər pulunuz çıxır. Amma əgər xaricdə girirsinizsə, sizin xaricə getmək üçün əlavə sənədlər var, Schengen almaq var. Məsəl üçün Schengen olan ölkəyə gedirsinizsə, təbii ki də ölkəyə getdiyiniz ölkəyə uyğun müxtəlif xərcləriniz çıxacaq ortaya. Xərcləri artıran bir şeydir. 7000 qədər pulla xaricdə həll eləmək olur. Əgər vizanı keçəcəksinizsə, inşallah ki keçərsiniz. Azərbaycanda analiz eləmək lazımdır. Bu il məsələn Azərbaycan ilk öncələrdə 70 üstü insanlara viza verdiyini gördüm mən. Risk almaq olarmı? Mən olsam almazdım, amma yenə də nə bilim sınamağa dəyər əgər pulunuz yoxdursa. İndi isə keçək ştat seçiminə. Hansı ştatı seçməlisiniz? Bu təbii ki də sizdən asılı olan bir şeydir, amma mən çoxunluqla tövsiyə edirəm ki, əvvəlcədən məsələn keçən ildən getmiş bir tanışımız var. Gedib ora, ikinci işini də tapıb, birinci işdən də rahat pul qazanıb, bilir yaxşı yerdir, safe yerdir, qəşəng yerdir, pul qazanmaq olur. Oranı seçməyi sizə tövsiyə edirəm çoxunluqla. Deyək ki, tək ilk dəfədir heç kimi tanımırsınız. Mənim sizə tövsiyəm mənim ilk il getdiyim yer olan New Hampshire'dir. Ora çox yaxşı bir yerdir. Həm safelik baxımından, həm vergilər sadəcə məsələn burada elədir ki, hər ştatın ayrı-ayrı vergiləri olur. Bir də ki, ümumi bütün Amerikanın özünün vergisi olur. Bəzi ştatlar da var ki, ştat öz vergisini deyir ki, mən səndən vergi istəmirəm. Sən ümumi yerin, yəni ümumi Amerika səndən sadəcə viza üçün, viza nədir? Ümumi Amerika səndən sadəcə təks üçün təksləri istəyir də, belə deyək. Amma New Hampshire'də sadəcə ümumi Amerika istəyir. State təks yoxdur kəsinliklə. Ona görə sizə oranı tövsiyə edirəm. Hər şey bayağı bildiyim Amerikanın bəzi ən ucuz yerlərində 3-4-5 dənə ştat varsa ən ucuz. Biri New Hampshire'də əminəm. Çox qəşəng ucuz idi hər şey. Çox vaxt əl çatan olur bütün böyük şəbəkələr, mağazalar. Bu səbəbdən sizə tövsiyə edə bilərəm. Bəzi ştatlarda olur ki, çox dəxilsizdir, amma bir dənə turistik bölgəsi var. Orada ikinci ştat tapırsınız. Hər şey əl çatan. Yəni xüsusi bölgələr olur da. Oranı dediyim kimi əvvəlcədən bilməlisiniz. Ya da ki, random düşəcəksiniz də. Yəni çoxunluqla insanların seçdiyi New Hampshire'dır, Wisconsin'dır. İnsanlar hara gedir? Daha çox South Dakota'ya gedirlər insanlar. Buralarda çox pul kasmaq olur. İndi öz düşüncənizə görə məsələn deyin ki, mən belə şeylər istəyirəm. Axtarın, araşdırın. Mənə yazın ki, bu ştat necədir və s. Mən sizə çox rahatlıqla Instagramdan mənə yazsınız. Belə sualları rahatlıqla mən sizə cavablaya bilərəm. Ümumi ştatlar haqqında deyəcəklərim bu qədərdir. Özüm olduğum Montana ştatı haqqında ayrı bir video çəkəcəm. Montanada bir ayım necə keçdi, sizə tövsiyə eləyərəm ya yox, ümumiyyətlə sizə bu haqqda danışacağam. Və çox insan bu proqrama qoşularkən borc tapır, öz pulu olmadığı üçün və gəlməyi çox istəyir. Siz də başa düşürəm həqiqətən, çünki bir vaxtlar mən də elə idim və borc axtarırlar, insanlardan borc alırlar. Dəyərmi bu proqrama borc tapmaq? Məsələn, altından çıxa bilərsinizmi? Əgər görürsünüz ki, sizin profiliniz çox yaxşıdır, yəni viza almağınız 2/2-dir, mən tövsiyə eləyərdim əslində borc almağı. Çünki həqiqətən dəyər. Yəni həyatda risklər almaq lazımdır, məntiqli risklər almaq lazımdır. Bu mənim fikrimdir və bu da bayağı bir məntiqli fikir olacaq sizin üçün. Biraz da soyuqdur, üzr dilərsəm, üşüyürəm. Titrəyirəm bura. Hələ soyuqdur. İyunun indi neçəsidir bilmirəm, 13 adı deyəsən. Amma görürsünüz ki, profiliniz pisdir. Yəni hələ siz xaricə çıxmalısınız. Boşu-boşuna məncə yəni tövsiyə eləmirəm. Əgər hələ banklardan borc almağı heç tövsiyə eləmirəm. Danışmağa bax, donuram. Bu cəhətdən baxır risklərə görə borc almağı düşünə bilərsiniz, amma mən general olaraq əgər pul tapa bilirsinizsə öz ailəmizdən və yaxud da ki, özünüz işləyə bilirsinizsə, borc almağı tövsiyə eləmərəm. Amma məntiqli şəkildə borc almağı tövsiyə eləyə bilərəm. Şəxsi tövsiyələrim ümumiyyətlə bura haqqında o olacaq ki, yəni bura gəlməmişdən qabaq maksimum dərəcədə dilinizi inkişaf elətdirin. Bu çox sizin üçün önəmli olacaq psixologiyanız üçün. Əgər qarşı tərəfi anlayırsınızsa rahat şəkildə və qarşı tərəfə öz fikirlərinizi rahat şəkildə ifadə edə bilirsinizsə, bu sizin buradakı prosesinizi çox asanlaşdıracaq. İnsanlar Azərbaycanda və ya türklər bura gəndə nə edir? Dil bilmədikləri üçün qapanırlar özlərinə, heç kimlə danışmaq istəmirlər və bu bunlarda psixoloji problem yaradır. Düşünün Azərbaycanda təksiniz, heç kimlə danışmırsınız. Bu istək yox, məcburiyyət olur təklik. Məsələn, mən keçən il çox iyrənc idi məndə, dilim çox pis idi, heç kimlə danışmaq istəmirdim, ancaq bir iki Azərbaycanlı türk görsəm, onlarla digər insanlarla heç danışmırdım. Amma bu il biraz daha özümü inkişaf elətdirdiyim üçün şükür dili daha yaxşı anlayıram, insanların 90-95%-ni anlayıram nə demək istəyirlər. Özüm azdan çoxdan danışıram, yaxşı danışmıram, amma azdan çoxdan danışa bilirəm deyə və eyni qədər bu il daha yaxşı keçir mənim üçün. Şəxsi tövsiyələrim bu olacaq. Bir də ki, çoxunluqla sizə 1-ci, 2-ci, 3-cü kurslara, bakalavrlara tövsiyə edirəm apply eləməyi. 4-cü kurslar bilmirəm, mən 4-cü kursu idim aldım. Amma 4-cü kurs olub bu səbəbdən almayanlar da olur. Yəni baxır da necə risk atırsınız. Deyək ki, çox ölkə gəzmisiniz və yaxud da Erasmus eləmisiniz və yaxud da əvvəlcədən bir dəfə olmusunuz vaxtda. Bu okeydir 4-cü kurs üçün, risk almağa dəyər. Amma digər hallarda hətta magistrlar belə
çox çətin olur vizanı almaq. Onu da risk alırsınız. PhD, yəni doktorantura vəhşi risklidir. Legal olaraq ala bilərsiniz, problem yoxdur, amma risklidir yəni, bunu deyim. Başıma gələn hadisələr nələr idi? Başıma nə gəlibsə, dil bilmədiyimdən, qarşı tərəfi anlamadığımdan gəlib. Genel olaraq mən zaten safe state-lərdə olduğum üçün çox da belə kriminal hadisələr gəlməyib başıma. Sadəcə travel vaxtında başıma bir iki hadisə gəlib. Bu da bunun work and travel heç bir dəxlisi yoxdur. Sadəcə travel necə elədiyindən asılı olaraq dəyişir bir şeylərdir bunlar. Bunun da nələr gəlir başıma, bu kiçik detallar Instagramda olacaq sizin üçün. O səbəbdən dediyim kimi izləməyinizi sizə tövsiyə edirəm. Bacardığım qədər sizə bu qeydlərimdən məlumat verməyə çalışdım. Ümid eləyirəm ki, hər şey dedim yadımdan çıxmadı. Bir şey çıxıbsa da yorumda yazın. Dediyim kimi Instagramdan yazın, mən sizə cavab verim. Heç nə belə, sağ olun.